Müharibədə köləliyi ləğv eləmək olar. Yox. Ya öldürəsən, öldürməyi İslam deyir öldürmə. Əsir tutmusansa öldürmə. Əgər təslim olubsan. Öldürməyəsən kölə tutasan. Yəni kölə dediyim əsir. Əsir də kölə deməkdir. Həbsxana bəsləyəsi deyirsən ki, adam. Yəni mən niyə bəsləyim ki onu? O mənə işlətin, mən də ona nəsə verim mənə. İslamdan əvvəl köləliyin növləri var imiş. Məsələn, adam basqın eləyir, götürür, məsələn 10 nəfər ki, sən mən köləmsən, işlədir. İslam bunu ləğv eləyir. Belə bir şey haramdır, qadağandır. Məsələn, adamın adama borcu var. Yenə deyir ki, artıq sən borcunu ödəyə bilmədin, sən mən 5 il işləməlisən. İslam bunu da qadağan edir. İslamın saxladığı bir köləlik növü var. O da müharibədə əsir düşənlərdir. Buna da heç bir ağıllı insan bunun ləğv eləmək mümkün deyil. Bunu ləğv eləməyin sadəcə bir yolu var. Müharibələr olmasın ya da bütün dövlətlər razılaşsın ki, heç kəsdən əsir götürməyəcək. O da sən adamı buraxdın məsələn, nə olacaq? Gəlib təzədən sənə qarşı müharibə eləsin də. Sənə qarşı müharibə. Yəni məğlub elədin, 10 nəfər qaldı ortada, təslim oldular. Bunları nə qaraq? Öldürməsən. Öldürməsən yaxşı deyil. Buraxsan yenidən toparların üzərinə gələcəklər. İşlət, götür işlət. Həbsxanaya salsan hər gün bunu bəsləməlisən. Ən gözəli, ən doğrusu işlətmək. Və insan olaraq da dəyər verir də. İslamiyyətdən qalaq insan olaraq dəyər verir. Tam gətirdiyin insan olaraq işlədirik. Nətər dəyər verəcəyik? Yəni sən normal olan qidalanması, geyimi, hər şeyinə fikir versən də. Deyirik biz öz yediyimizdən, müsəlmanlar öz yediklərindən verəlim şey. Hədis bu, hədisdir. Hətta qarşı çıxanlar, o Məkkənin böyükləri də, qarşı çıxanların səbəbi də bir idi ki, deyir ki, Muhammed Aleyhisselam, Muhammed deyir, köləmizlə bizi bir tutdu deyir. Bu nətər dindir ki, köləmizlə bizi eyni səviyyəyə gətirir. Yəni. Onlar köləni adam yerinə qoymurdular demək ki. Bu hədisdir. Yediyindən yedir, geydiyindən geydir. Yəni əfəndi nə geyinirsə, köləyə də onu geyindirəcək. Nə yeyirsə, köləyə də onu yedizdirəcək. Və bu ciddi bir mərtəbə fərqinin qırılmasıdır. Və ya deyir məsələn, köləm bu şəkildə xitab eləmir köləyə. Oğlum, qızım bu şəkildə xitab eləmir. Bəs satmaq, köləni satmaq necə? Satmaq deyəndə kölən olmaqla, mən köləm olmaqla sənin kölən olmağın nəsə bir fərqi olur. Mən səni satıram, olur sənin kölən də. Əgər biz bunu normal gördüksə, ki istəmirik təbii ki, bu dövrdə istəmirik. Amma adam deyir ki, Rusiyada belə yenə də o müharibədə yenə var. Çıxılmaz bir vəziyyətdə artıq bu oldusa, satmaq da normaldır. Yəni satmaq hətta daha yaxşıdır. Yəni satan niyə satar? İmkansızlıqdan satar da. Yəni mənim yanımda kölə qalmaqdansa zəngin birinin yanında kölə qalmaq yaxşıdır. Məsələn, etiraz edə bilərsiniz, zəngin bəlkə ona zülm eləyəcək. Zaten İslam hər tərəfli baxır da, zülm eləmək olmaz deyir. Yenə o da yedirtməlidir, yedirtməlidir. Köləm deməməlidir, oğlum deyə xitab eləməlidir. Hər tərəfli götürür. Əsrlər olub ilk savaşlarda. Onlar hələ müsəlman deyillər yəni. Onlara öz yediklərindən yeyir, hətta özü yemir, əsrə yedizdirir. Ondan sonra orada nə qədər adam olub İslamiyyəti qəbul edir. Yazıb oxumağını öyrədir. Deyir ki, kölə əgər yazıb oxumaq bilirsə, bizim ordumuzda əsgərlər yazıb oxumağı öyrətsə deyir, neçə nəfərə. Onu azad edirik köləni. Köləlikdən azad olun. Oruç tutsan, deyir ki, oruç qəzan varsa, kölə azad elə. Yəni filan günahın varsa, kölə azad elə. Yəni davamlı kölənin azad olmasına təşviq edir. Abdurrahman bin Af adlı sahabi var, 30.000 kölə azad edir. Çox böyük rəqəm. İslamiyyət köləli bir sistem istəmir zaten. Hal-hazırki dövrümüzdə yəni istəsə kölən olsun, azad etməyi təşviq eləməz də. Bəli, təşviq edir.